Hər bir vaxtınız xeyir olsun. 245 min manatı olanlar bu videoya diqqətlə baxın. Şuvalandayıq. Hal-hazırda dəyərli müştərilərim, Şuvalanda sizlər üçün 4 sotun içində möhtəşəm, xoşunuza gələcək, keyfiyyətli bir bağ evi təqdim edirəm. Yaşıllığına baxın. Maşallah, ürək açan böyük bir yaşıllığı var. Meşədir, meşə. Ağaçlarını da göstər, meşəliyin. Bəh, 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 bəh. Zarafat edirəm. Nəysə, o bir zarafatdır, indi deyəcəklər ki, qardaş, çıqqıla ağaçları göstərsən, deyirsən meşədir. Dəyərli müştərilərim, daima yaşaya biləcəyiniz bir yerdədir. Məktəbə yaxın, yola yaxın. Burada hovuzu 6 metr uzunluğunda, 4 metr enində isitməli hovuzu. Burada besetkası, burada isti döşəməlidir. İstəsəz cam balkonla bağlayıb qış aylarında rahatlıqla əyləşə bilərsiniz. 7 tonluq su anbarı var, jalüz qapısı var. Evin üzünü gördünüzsə, indi bilmirəm videoda nə qədər düşür, keramogranitlə üzdənilib. Ya Allah, daxil oluruq 150 kvadratlıq evimizə. Ev də bu dəqiqə istidir. Sol tərəfdə birinci yataq otağı. Yataq otağı nə idi? Sən də mənə demirsən. Zalı, burada da mətbəxi. Tavanın hündürlüyü 3.20-dir. Qapıların hündürlüyü 2.20-dir. Burada keçirik. Birinci yataq otağımız və yataq otağı hovuz mənzərəlidir. Buradan da göstərim sizlərə. Burada da ümumi sanitar qovşağı. Bilmirəm videoda nə qədər düşür, amma gözəl rəng tonlarından istifadə ediblər. Burada evin ikinci yataq otağı 18 kvadrat metr. Burada üçüncü yatağı 17 kvadrat metr. Və ümumi sanitar qovşağı 4 kvadratlıq. Allah xeyir versin. Allah hər birinizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Amin deyə inşallah. Videolarım keşfətə düşmür. Bu qədər əziyyət çəkirəm. Qanım qaralır. Vallahi nə yalan deyim sizlərə. Heç nə. Orada da kamera arxasında mənə deyirlər ki, yekunlaşdır biraz tez elə. Allah xeyir versin. Nə deyim? Qiymətini dedim, yerin dedim, şuvalan olduğunu da dedim. Da başqa nə deyim? Canınız sağ olsun. Özünüzdən müğayət olun. Hələlik.